qıraqdan görsənə bilər 1.5 nədir ki, amma o 1.5 artıq gələcək susuzluqdur. Çünki məsələn Azərbaycanda bilmirəm bununla bağlı tədqiqat varmı, yoxmu? Antalyada baxdım ki, Antalya 7 il bundan qabaq yağmış yağışı istifadə edirlər. Yəni bu getdikcə azalacaq 2 il 1 il və yaxud da bu artıq özü bir susuzluğa gətirib çıxaracaq. Bu Sumqayıt Sənaye Parkında Səudiyyə Ərəbistanla bir şey var idi ki, 400 milyon dollarlıq bir layihə idi ki, dənizin duzsuzlaşdırılması, şirin su hövzələrinin qorunması üçün ən önəmli məsələlərdən birisi mənə elə gəlir ki, sudur. Bizim üçün su çox da önəmli görünməyə bilər, sudur da. Çünki çox pul vermirik, amma bu günləri ölkədə bilirsiniz bu heyvandarlıq sahəsində xəstəlik var, ona görə qiymətlər biraz daha artıb. Amma birazdan bu su ilə bağlı problemlər yarananda bizdə bəzən analarımızı və ya başqalarını su oradan açıq olanda əlinin altında saxlayır belə. O elə bir israf olmur onda. Yəni elə bir durum yoxdur. Bu su tükənən bir qaynaqdır və gələcəkdə də bizim dolayı yollarla yediyimiz ətin də, yediyimiz balığın da, göy-göyərtinin də hamısının tərkibində su var. Biz sabahlar bir gün göyərtinin 7-si 1 manat alırıqsa, birazdan onun birini 1 manat alanda onda gec olacaq və yaxud da ətin kilosu 50 manat olanda susuzluğa görə onda gec olacaq. İzləyicilər, hər birinizi növbəti podkast buraxılışımızda xoş gördük. Bugünkü qonağım Vasif Əliyevdir. Vasif müəllimlə biz bu günləri yaşıl iqtisadiyyat və dayanıqlı iqtisadiyyat haqqında danışacağıq. Eyni zamanda Azərbaycanda bu keçid necə baş verir, yaşıl sahibkarlığın yüksəlişi mövzularına da toxunacağıq. Xoş gəlmisiniz Vasif müəllim. Çox təşəkkürlər, çox sağ olun, var olun. Vasif müəllim, gəlin bundan başlayaq elə. Yaşıl iqtisadiyyat nədir və bu modeldə ənənəvi iqtisadiyyatdan nə ilə fərqlənir? Ümumiyyətlə Azərbaycanın bu istiqamətdə keçidi, potensialı necə görünür? Biz 1776-cı ildən o adam Adam Smith deyək, Adam Smithin zamanından həmişə tələb təklif məsələsi gündəmdə olur. Nə qədər daha çox istehsal eləməlisən, istehlak da həmçinin. Amma bizdə heç vaxt bunun davamlı, dayanıqlı o məsələlərə toxunmamışıq. Çünki hər zaman ən önəmli məsələ təbiətə zərər vursaq da nə olur olsun, o bizim üçün önəmli olmuyor. Amma sonradan harsa 2-ci Dünya müharibəsindən sonra bu məsələlər artıq biraz daha gündəmə gəlməyə başladı. Amma 60-cı illərdən sonra biraz daha qabarıq, 80-ci illərdən sonra artıq yaşıl iqtisadiyyatdan söhbət gəlməyə başladı. 92-ci illər artıq toplantılarda bununla bağlı böyük yer verildi. Hətta insanların təbiətə vurduğu zərəri ilk atamızın ocaq qalamasından belə başladılar ki, ilk zərər oradan başlayıb. Amma bugünkü dövrdə biz artıq nə deyə bilirik? Biz deyirik ki, biz atalarımızdan bu torpağı, bu cəmiyyəti miras almışıq. Amma eyni zamanda bizim başqa bir yanaşmamız var ki, biz gələcək nəsillərdən əmanət almışıq. İndi onlara da, çünki əsas məsələlərdən yaşıl iqtisadiyyatın əsas məsələsi sırf bunun üzərinə biz onların resursuna və yaxud da onların suyuna, oksigeninə toxunmamalıyıq. Bəli. Vasif müəllim, əslində düz vururladınız. Son dövrlərdə ümumiyyətlə hər yerdə eşidirik biz bu yaşıl keçid məsələsini, dairəvi iqtisadiyyat məsələsini. Bizim özümüzün də bir neçə verilişini bu sahədə həsr eləmişik. Ancaq maraqlı olan bir nüans var. Sizcə Azərbaycan ümumiyyətlə bu yaşıl keçidə hazırdırmı? Bununla bağlı 2030 milli prioritet qoyulub artıq ortaya. Orada 5 dənə maddə var. O maddələrdən biri elə yenə yaşıl sözü istifadə olunub, o birisində isə davamlı, dayanıqlı məsələlərinə toxunulub. Yəni bunun özündə belə görsənilir ki, Azərbaycan necə təhsil, səhiyyə nə qədər önəmlidirsə, bu məsələlər də bizim üçün nədir? Keçərlidir. Qalan məsələ qalır ki, bununla bağlı bir tədqiqat var idi ki, ümumi tək Azərbaycanın məsələsi deyil də, bu dünyanın məsələsidir. Hər kəsin istifadə elədiyi Maslow teori var. Keçənlərdə bir məqalə oxuyuram ki, Maslow piramidası və bu yaşıl iqtisadiyyata keçid necə əlaqələndirilə bilər? Hararinin də son kitabında bununla bağlı deyilmiş ki, insanlar bir araya gəlib məsələni bəzən həll etməkdə çətinlik, dünyavi problemləri həll etməkdə çətinlik çəkirik. Nədir? Çünki orada var fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, ən axıra gəlir ki, özünü gerçəkləşdirmə, reallaşdırma. Bir cəmiyyət burdadır, o birisi cəmiyyət isə
tamam fizioloji ehtiyaclarını. İndi burada da yaşıl iqtisadiyyatda da bir cəmiyyətin enerjisi, suyu yoxdur və bir cəmiyyət isə dünya belə deyim, resursunun 80%-ni Bəli. istifadə edir və ortada bir problem yaranır. Yəni birinə deyəndə ki, qardaş sən dayan. Çünki buna keçməliyik. O da deyir, hələ məndə bu yoxdur. Mən necə keçəcəm? Mən hələ ilkin təməl ehtiyacımı, su ehtiyacımı ödəyə bilmirəmsə, mən necə bunun hətta qorunmasını haqqında düşünüm. Bəli. Bəs yaxşı Vasif müəllim, ümumiyyətlə belə deyək də kənardan baxanda hansı sektorlar bu yaşıl inkişaf üçün daha perspektivli hesab olunur? Bir dənə məsələ var. Carbon Border Adjustment Mechanism denən bir şey var. Bununla bağlı 2021-ci ildə artıq qərarlar qəbul olundu ki, biz siz o sualı verdiniz. Bu sualın özü biraz hətta kobud belə səslənir. Çünki artıq bizdə bu konferans halında deyil, Avropa Birliyi qərar qəbul edib və hətta sanksiyalar tətbiq edəcək ki, mənim ölkəmə gələn mallar, sən karbon ayaq izin nə qədərdir? Nə qədərdir? Bəli. Yəni burada bu dəqiqə 2026-cı il nəzərdə tutulan alüminium kənd təsərrüfatı deyilində orada gübrə istehsalından, metallurgiya istehsalından söhbət gedir. Yəni bu məsələlər var. Biz nədir? Sabah Azərbaycandan ora bir məhsul gedəndə Avropa Birliyindən gömrükdə saxlayacaqlar ki, sən təbiətə nə qədər zərər vurmusan, onu ölçəcəklər. Bəli. Artıq bu gün də biz müəyyən tətbiqlərdə görürük. Onun standartı necə olur? Məsələn, ortalama bir çıxardacaq. 10 dənə ölkədə bu məhsul gedirsə, onun ortalamasını hesablayacaqlar və çıxardacaqlar məsələn 2. Əgər sən 2.4 bir şey çıxartmısansa ortaya, problem çıxartmısan, problem deyək ona ki, onda 4'lük bir problem. O 4 sənə faiz kimi hesablanacaq. İndi onunla başa çıxmaq nə dərəcədə mümkündür? Təbii ki, o bizim məhsullarımızda. Bu kənd təsərrüfatı məhsulu da birazdan olacaq, başqa məhsullar da olacaq. Bəs Vasif müəllim, ümumiyyətlə Azərbaycanda yaşıl iqtisadiyyatın təşviqi üçün təkcə Azərbaycanda deyil, dünyada bir neçə mexanizmlər var. Azərbaycanda bunun üçün hansı belə daha da konkretləşdirsək vergi mexanizmləri mövcuddur və yaxud da tətbiq oluna bilər? Balaxanı sənaye parkı var. Ona düzdür, çoxlarımızın ondan xəbəri yoxdur, amma ora baxanda hətta söz deyir Balaxanın adı çıxıb, amma içərisinə gedəndə orada yaradılan sex tipi deyək, fabrik tipi deyək, çoxlu orada rezidentlər var. Bəli, 23 dənə rezident. 23-24 olmalı. Bəli. Ora baxanda oradakı məhsullara baxırsınız. Məsəl üçün nələr var orada? Rezinin tullantısından yenidən istifadə olunmağı, kağızın tullantısından yenidən, bayaqlar danışdığı meyvələr. Meyvə gedəndə onun altında onların bir standartı var. Onu belə orada istehsal edirlər. Orada məsəl üçün yağ məhsulları var idi, tullantı yağlarının, onların yenidən. Amma burada bir məsələ var. Siz oranın üzvü olduqdan sonra, ora gedib qeydiyyatdan keçəndən sonra 10 il müddətinə vergilərdən azad olursunuz. İndi orada bələdiyyə vergisi var, torpaq vergisi var, başqa vergilər var. Yəni onlar artıq dövlətin də bununla bağlı o gedişatı gördüklərinə görə artıq bunlara bir qapı açıblar ki, bu istehsalat olmalıdır. İndi eləsi orada baxırsınız ki, 1 milyonluq da şirkət var orada, 850 minlik şirkət də var. Başqa indi adlarını çəkmirəm. Başqa şirkətlər var ki, hardasa neçə milyon, 15 milyonluq bir şirkətdə gördüm. Halbuki onun 150 nəfərə yaxın işçisi var. Ümumi belə görürük ki, kifayət qədər bir büdcə ilə indi 500 nəfərdən çox işçi heyət orada çalışır. Bizim özümüzün də ümumiyyətlə belə deyək də EcoHub olaraq bizim əsas işimiz bu müxtəlif tullantıların təkrar emala qaytarılması ilə bağlı da təşəbbüslərimiz olur. Və bizim o topladığımız tullantıların təkrar emalı məsələ həmin o Balaxanda yerləşən zavodlarda gedir. Biz də məsələn bu proseslə həmin dövrdə tanış olduq. Doğrudan da siz demiş çox maraqlı rezidentlər var orada və həddindən artıq çox məhsullar var, hansı ki ilk baxışda heç kimin ağlına gəlmir ki, bunlar təkrar emaldan hazırlanır. O meyvə səbətləri dediyimiz səbətlərdir, sonra məişətdə istifadə etdiyimiz qablardır. Taxtaların belə yenidən biz onu tullandı kimi, amma yenidən o qaydanda. Bunlar hamısı milli sərvətimizdir. Bizim bunlar atılsa bir ara yandırılırdı və ya da nə, amma bunların hər biri haqqında məsələn dəyərli xam mal hesab olunurlar belə.
Yaxşı, Vasif müəllim, bəs yaşıl texnologiyalar və yaxud da alternativ enerji sahəsi, bu sahələrdə yaradılan işlərin xüsusi bir spesifik, necə deyərlər, xüsusiyyətləri varmı? Spesifik xüsusiyyətlər deyəndə əsas məsələ bu günləri sonda deyəcəyimi indi deyim. Yəni o konfransların səbəbi o deyir temperaturu 2 dərəcə dedilər, 1.5 dərəcə dedilər. Sonda 1.5 dərəcənin üzərində Paris konfransında dedilər 1.5 dərəcənin üzərində duraq və buna əsasən bu qıraqdan görsənə bilər 1.5 nədir ki, amma o 1.5 artıq gələcək susuzluqdur. Çünki məsələn Azərbaycanda bilmirəm bununla bağlı tədqiqat varmı, yoxmu? Antalyada baxdım ki, Antalya 7 il bundan qabaq yağmış yağışı istifadə edirlər. Maraqlı. Yəni bu getdikcə azalacaq 2 il, 1 il və yaxud da bu Bəli. artıq özü bir susuzluğa gətirib çıxaracaq. Bu Sumqayıt Sənaye Parkında Səudiyyə Ərəbistanla bir şey var idi ki, 400 milyon dollarlıq bir layihə idi ki, dənizin duzsuzlaşdırılması. Bəli. Həmin layihənin Hə, haqqında məlumat verin. hə, onunla bağlı və onun özünün də hardasa sənayedə falan istifadə edir. Şirin su hövzələrinin qorunması üçün ən önəmli məsələlərdən birisi mənə elə gəlir ki, sudur belə. Yaşıl keçid mövzusunda bu iş sahələri ilə bağlı danışırıq. Bu mövcud iş bazarını daraldacaq, yoxsa daha da belə deyək də yeni peşələr yaranacaq? Sənaye inqilabında da bu baş vermişdi. Yenilik ümumiyyətlə qorxuducudur. Yenilik olan kimi insan övladı özünə bir təhlükə kimi bilir. Çünki keçmiş daha rahatdır, komfort zonadır. Bu İngiltərədə olanda, İngiltərədə deyirlər bu texnologiya bizim işimizi əlimizdən alacaq. Qırırlar onu. Yaponiyada sonradan keçəndə deyirlər bu bizim enerjimizi sovurub aparır. Yenə orada da onlara qarşı çıxırlar. Amma düzdür, təbii ki, itən peşələr də olacaq. Bu süni intellektlə də mümkündür, yeni texnologiyanın gəlməyi ilə mümkün. Amma özünlə bağlı, yəni kapitalizm heç vaxt özünü yox eləmir. O pul məsələsi özünü yox eləmir. Yenidən hər dəfə recycle deyək də, onu formasını dəyişir və burada heç vaxt qorxmaq lazım deyil. Sadəcə bilmək lazımdır, görmək lazımdır. Deyir o başa deyirəm ki, başına gəlməyəni deyir bilə, gözü deyirəm, gözün dağın o tərəfini görə. Biraz görmək lazımdır ki, hara gedir bu dünya? Yəni ondan sonra istehsalatımızı da, öyrənmə davranışlarımızı da ona uyğun həyata keçirmək olar. Hətta bu AI-dan da məsələn təzə başlayanda çoxlar qorxurdu, amma indi demək olar ki, hər kəs hamı bu istifadə eləyir. şeylər bəzən babalar falan YouTube falan deyir, amma bir də hamı YouTubedadır. Nəyisə öyrənməyə Bir çalışır. də bu mən nəyə inanıram? Bu seçmə prinsipinə inanıram. Yəni belə deyək də, o potensialı olan fərd deyək də, onlar həmişə necə deyək, yaşamağı bacaracaq. Necə ki, çöl şəraitində daha dözümlü olanlar qalırlar, davam eləyirlər. Bu da elə düşünürəm ki, get-gedə daha da o seçimdə yaxşıları saxlayacaq kimi düşünürəm. Bəli, o şey deyir, həyatda güclülər və ya ağıllılar, deyir, yox, adaptasiya olanlar. Adaptasiya məsələsi önəmlidir. İndi o da bilirsiz o gedişata müxalif olan insanlar da var, amma zamanla görürlər ki, başqa variant yoxdur. Bunu artıq qəbul eləmək, həzm eləmək, bu prosesin içində olmaq. İndi baxın neçə faiz olacaqsınız. Sadə bir şeyi nümunə götürək. Əvvəllər məsələn adi bir şey, məsələn peşələr daha konkretləşmiş formada idi. Bir peşənin sahibi, düzdür, bəlkə də bu hansısa nüansda elə də yaxşı bir şey deyil, amma bir peşənin sahibi axıra kimi də o peşə ilə məşğul olurdu. İndi son dövrlərdə məsələn bu artıq daha tez-tez dəyişən olur. Məsələn bir şəxs bir peşənin bir 5 il 10 il onunla məşğul olur. Növbəti dəfə Hətta o belə çoxdur. Qabağa getmək üçün o müddət də qısalır get-gedə. Gərək ki, izləyəsən, əgər nəyisə belə deyək də dırnaqarası desə, nəyisə nail olmaq istəyirsənsə, gərək İndi bu təbiət də cəmiyyət də bizdən artıq yaşıl istəyir. Ona uyğun bilməliyik ki, nəsə istehsal eləsək, bunun böyütmək, qlobal şirkət, beynəlxalq şirkət olmaq istəyiriksə, indidən hesablamalarımızı aparmaq lazımdır. Yoxsa vay anda gec olacaq. Bəs yaxşı, Vasif müəllim, dövlətin bu istiqamətdə hansı stimullaşdırıcı tədbirlər görə bilər? Bilirsiniz necə? O bir makro deyək də buna. Dövlət subsidiyalar ayırır, başqa məsələlər ayırır. Amma bəzən məsələlərdə o 2030 prioritetdə də var ki, orada
bir yerə baxdım, bürokratik əngəlləri azaltmaq. Ən önəmli prioritetlərdən biri də bu götürüb ki, yəni özümüzdən Amerika kəşf etməyə ehtiyac yoxdur. Bizdə bəzən buna eləyirik, bəzi yeni islahatlara falan gedəndə kimsə özünü orada göstərmək istəyir. Mən bunu eləyəcəyik. Bu yoxlanmışı var da. Mən hazır olan. Bunu hazır olanı götürək gətirək. Orada onlar ona üçün milyonlarla dollar pul itirib, milyardlarla dollar pul itirib və indi ən sadə mexanizmi budur. Biz təzədən ona baxmırıq. Bunu dünyanın inkişaf mərhələsində Yaponiya, indi düzdür, Yaponiya çox inkişaf eləmiş ölkə kimi görsənə bilər, amma o Meiji dönəmi deyirlər. Meiji dönəminə baxanda adam neynədi? Öz məmurlar getdi. Məmurlar getdi o tərəflərdə öyrəndilər, Almaniyada nə var, və yaxud da İngiltərədə nə var, Fransada nə var. Onları gətirdilər, tətbiq elədilər. Və o gün bir startapçı da var idi. O da şikayət edirdi ki, biz artıq bəzi məsələlərlə startapla məşğul ola bilmirik. Biz sənət-sünət içərisində qalırıq. O sənət-sünət o olanda və yaxud da indi onun başqa alternativ yolları var da. Mən indi buradan deyə bilmirəm sizə. Burada Yapon modeli nə edir, Fransız modeli nədir, Alman modeli nədir, İngilis modeli nədir? Onu götürüb sadəcə tətbiq eləsək bizim üçün kifayətdir. Yəni mən deyəcəyim bu qədər. Əslində bizim söhbətimiz elə mən verəcəyim suala yaxınlaşdı. Bəs Azərbaycanda konkretləşdirsək, ətraf mühit yönümlü bizneslərə maraq hansı səviyyədədir? Bununla bağlı bayaqlar da dedik onu, cəmiyyətdə birinci şey olur, qıcıq yaranır. Məsəl üçün Balaxanı, bəlkə mən hardasa fikirləşdim, Balaxanı nəyə lazım idi, onu niyə elədi? Orada göl təmizləndi, elədi. Sonra bir də baxırıq, keçən dəfə xəbərlər çıxdı ki, Birləşmiş Ərəb Əmirlikliyinin bir şirkəti City Vision City, şəhər içərisində şəhər layihəsinə 5 milyard dollar pul ayrılacaq. Yəni bu bizim ölkəyə gələcək də bu. O ərazi təmizlənməsəydi, o gəlməyəcək. O pul gəlməyəcək. Yəni burada əsas məsələlər biz bəzən deyirik, yəni pulu bu cibdən bu yüzdə qoyanda iqtisadiyyat inkişaf eləmir. Əsas məsələ başqasının cibindən gətirib ora qoymaqdır. Onda bizdə şey yox. Ora bax, o iş yerdə olacaq, aş yerdə olacaq. Orada mollar tikiləcək, orada başqa lojistik mərkəzlər tikiləcək. Yəni bunların hamısı bu kimi dövlət bayaqlar deyirlər, bu türklər demişkən akabinində gəldi. Bu kimi sadəcə göllərin falan təmizlənməyi olsa, insanlar elə ora axın eləyəcək, investisiya eləyəcək, xarici şirkətlər də elə həmçinin. Bunlarla məsələmizi həll edə bilərik. Bəs ətraf mühitin qorunması istiqamətində ümumiyyətlə iqtisadi dəyər çevrilən yeni uğurlu nümunələr varmı? Bayaqlarda ondan danışdıq, Balaxanı Sənaye Parkından danışdıq və yaxud da bu yeni istər Ağdam Sənaye Parkı olsun, Sumqayıt Sənaye Parkı olsun, orada da baxıram ən çox o vergidən azad olmalar məsələsi, yəni bu green məsələsinə girir ki, yenidən istehsalat deyək də, sıfır məsələsinə. Yəni bunlarla kifayət qədər. Sadəcə biraz bilirsiniz nədə gecikirik biz? Biz məlumatsızlıqdayıq. Bir cəmiyyət olaraq biraz bundan məlumatlı deyilik. Biz bir axtarırsınız, necə tələbələr hardansa bir internship almaq istəyirlər, amma bilmirlər. İnternetdə araşdırırsan ki, burada nələr var imiş, buradan bu şirkət də verir, bu şirkət də verir, Coca-Cola da verir. Amma bilmirik deyir, heç kim vermir, bunu necə oxuyacam, nə eləyəcəm. Bəlkə də biraz o tələbələrin ümumiyyətlə Azərbaycanda ən böyük problemlərdən biridir də. O dediyiniz o tələbələrin bir 90%-ni soruşsaq heç biri bilmir o təqaüd proqramlarını hardan alır. Eyni məsələ əlində pulu olan, yeni biznesə girmək istəyən adamlar, bu da mümkün. Yəni bilmədikləri üçün mümkünsüz görünür. O xərclər onlar üçün böyük görünür. Amma bir baxımdan da biznes baxımından götürəndə biz artıq o günləri tələbələr imtahandadır. Şəkili çəkdim. Sinifdə hardasa bir yalan olmasın 30.000 dollarlıq iPhone var idi. Yəni bu Azərbaycan büdcəsi ilə hesablamıram mən. Bu sadəcə oradakı hesabı görürəm. 1000 dollar, 999 dollarla. İndi mən fikirləşirəm ki, bu pulun gəlməsi üçün 30.000 biz nə qədər pomidor satmışıq, biz nə qədər meyvə tərəvəz satmışıq. Buradan 100 tır o gedəndə, onların bir konteyner məhsulu gələndə, gəlir eyni məhsula gəlir çıxır. Eyni dəyərə gəlir çıxır. Biz qalırıq problemdə. Yəni bir baxımına da bu green-i, yaşılı düşünəndə onu da düşünmək lazımdır ki, gələcəkdə onlar elə bu məhsulları alacaq. O bayaqla dedik, pomidoru sənaye parkında onun altına qoyduqları kardonu da soruşacaqlar ki, bunu harda istehsal eləmisiniz?
Bəs Vasif müəllim, biz bu belə deyək də, yeni bizneslərdən danışdıq, hansı ki, yeni iş yerləri imkanlarından danışdıq. Ümumiyyətlə bu cür bizneslər əsasən bu sahədə hansı çətinliklə qarşılaşır? Bu ola bilər bəlkə maliyyələşmə və yaxud da bazara çıxış ola bilər və ya ümumiyyətlə ictimai dəstək də ola bilər. Mənə elə gəlir ki, ən önəmli məsələlərdən birisi insanlarda biraz fobiya var ki, bu sənədləşmə məsələsi. Yəni dövlət qurumları onun üzərində işləyir, fərqində adlarını çəkmirəm, fərqli-fərqli, amma insanların bir kliklə ona çata bilər ki, görün bu sənədləşməni necə edə bilərəm. Vahid pəncərə sistemləri olur da, gedib o məsələn Abad özü nə edir? Sənədləşmə, hansısa müəssisə, ailə biznesinə dəstək, sənədləşməni edir. Mən birini deyirik də, bunun altında bəlkə 20 dənə, 30 dənə belə faktor var ki, və tam tərsinə var ki, insanlar o sənədləşmədən qorxduqları üçün yeni biznesə yatırım eləmirlər. Elə deyirlər ki, gedim dövlətdə işləyim, ayda bir 500 manat olsun. Bu mənim bəsimdir. Yəni özünü bir uncertainty, qeyri-müəyyənlik vəziyyətə salmaq istəmir. Yəni bizdə elə bir şeydir axı, yəni dövlət işi davamlı, bizdə də hətta soruşuruq ki, aylıq nə qədər alırsan? İlliyi soruşmuruq. Aylığı soruşuruq biz bəli. O hamısı, o aylığı soruşuruqsa biz heç investisiyaya meylli biri deyilik. Düzdür. Bu biraz da geri çıxır, o yenə köhnə Sovetin hələ tam ideologiyasından çıxa bilməmişik. Hələ ondan çıxa bilməmişik. Hətta bizdə illik gəlir deyəndə bəzilərinə biraz belə deyək də, qeyri-müəyyən ya qəribə gəlir ki, hər şey illik gəlir nəsə. Aylıq nə? Aylıq əlimə nə gələcək? Hə. Çünki bizim o yaşam belə deyək də, o standartlarımızı deyək, o həyatımızı aylığın üzərində qurmuşuq, biz illiyin üzərində qurmamışıq. Ona görə də məsələn o əslində digər nüanslara gedir çıxır. Nə bilim qırağa belə deyək, pul atmaq məsələsinə gedib çıxır. Bu ayı başa vura bilməməyə gedib çıxır. Düzündə orada digər faktorlar da var. Amma ümumi olaraq baxış bucağını demək istəyirəm ki, yenə o komfort zonu. Düzdür, bizim mədəniyyətimizdən gələn bir davranışdır. Bunu dəyişmək olur, bu günlər başqa investisiyaları falan. Amma yenə də deyirəm ki, imkanlar tamamilə super, puper, hər şey elə bir şey də deyil. Amma bir research eləmək lazımdır. Bu günləri o dediyimiz kimi internetdə vuranda ki, ChatGPT-yə vuranda sizə 100 dənə variant deyir ki, nə etmək olar? Onların içərisindən birini seçirsiniz. İndi bəlkə də tamaşaçılar qınaya bilərsiniz. Oradan durub danışmaq rahatdır və ya da nədir? Zaten biz də elə. Təbii ki, biz də onun içərisindəyik. Amma bunu eləməsə birazdan daha narahat olacaq. Bəli. Birazdan o Avropa Birliyinin qoyduğu standartlar daha çətin olacaq. Onda nə olacaq? O artıq Allah bilir. Əslində elə ümumiyyətlə təkcə bu sahədə deyil, bizim o necə deyək, dəstəklədiyimiz bir fikir var ki, istənilən bir ekoloji bir problemin həlli təkcə ya dövlətin, ya özəl sektorun, ya da ki, ictimaiyyətin üzərində olan bir yük olmamalıdır. Bunlar hamısı kompleks yanaşma tələb edir. Mənim üçün maraqlıdır. Bu sahədə necə düşünürsünüz? Bu dövlət və özəl sektor arasında bu əməkdaşlıq necə qurulmalıdır? Mən çox da dövlətdən belə subsidiyalar falan ayırım. Biraz daha liberal düşünürəm o cəhətdə. Ona çünki deyir, buraxın yapsınlar, buraxın getsinlər. Çünki birinə verəndə o qalxır, bu birisi yox olur. Ona görə bir dövlətin vahid bir standart yerdə durması daha gözəl olur. Amma bir məsələ var ki, ən azından xarici rəqib şirkətlərlə o rəqabət mühiti yaradılması. Bu sadəcə mənim özümün şəxsi fikri. Bir yerdə məsəl üçün lampa fabrika açılıbsa, məsələn dövlətin müəssisələri var da, harda istəyir təhsil sahəsi ola bilər, səhiyyə sahəsi ola bilər. Onlara məsələn 3 illik deyə bilər ki, biz sizin məhsulu alacağıq. Və biz bilirik bunu, məsəl üçün filan yerdən gəlsə 1 manatdır, amma biz sizdən 1.10 alacağıq bunu 3 il ərzində. Amma öhdəliyi də olmalı. İndi onlar bir standart olur. Belə qısa bir zaman ərzində mən deyə bilərəm ki, bu standartı qoyaq. 3 ildən sonra sizin Ar-Ge mərkəzinizi görəcəyik. Araşdırma gelişdirmə mərkəziniz olmalıdır və yaxud da o qiymət neçədirsə, burada siz lojistik pul vermirsiniz və yaxud da başqa bir şey yoxdursa. Gömrük xərcləri, vergi xərcləri və onu verəcəksən, amma heç olmasa bazarı mən verəcəm sənə, amma 3 illik. Onun da standartı, qanunlar elə qoymaq lazımdır ki, adam da hesablamasın ki, 3 il mən burada satdım, zavoda da bu qədər getdi, sonra çıxsın getsin. Yəni biraz o rəqabət mühitində istəyir kənd təsərrüfat məhsulları olsun, istəyir bu yeni texnologiyalar olsun. Dövlət öz qapısını bir süni də olsa, süni yolla da olsa
o investorlara açmaqla başqa variant, çünki rəqabət apara bilmərik. Məsəl üçün burada əsas nədir? İndiyənə qədər, indi açıq deyək də, istər İngiltərəsi olsun, istər Avropa ölkələri olsun, bu sənayedə dünya vurduqları qədər zərəri vurublar və indi də yenidən standart gəlib, onların əlində bir büdcə var. O büdcə ilə istədikləri zavodu, fabriki bir formaya sala bilirlər. Biz də indi ona salmaq üçün buna milyonlarla, milyardlarla manat pul lazımdır. O biraz çətinlik qalır. Bizim də çıxış nöqtəmiz heç olmasa belə süni yollarla buradan bəlkə qaçmaq deməyək, amma qaçınmaq deyə bilərik də ona. Vasif müəllim, ümumiyyətlə bu yaşıl biznes, dövrü iqtisadiyyatdan danışanda, dayanıqlılıqdan danışanda eko startaplardır, tullantıdan məhsula anlayışıdır, bir də su təmizləyici texnologiyalar. Bu üçü daha çox belə deyək aktualdır. Mən bu aspektdən sual vermək istəyirəm sizə ki, Azərbaycanda hansı eko startaplar mövcuddur və hansı problemləri hədəfləyir? Azərbaycanda eko startaplar bununla bağlı, məsələn, axırıncı Trumpın qızı da dedi, Azərbaycandadır yoxsa Azərbaycanlı xanımdır o, yağış suyunun elektrik enerjisini keçirməklə bağlı. Azərbaycanlı xanım. Sonra DJ Turalın da yeni bir layihəsi var idi, bildiyim qədər ki, ağac əkmək üçün bir biz də həmin layihədə partner olan belə deyək, əməkdaşlıq elədiyimiz mən bildiyim qədər orada kimsə əmisinə, nə bilim, atasına ehsan eləyək deyə bizim şeydə ona o ağac iyanə eləyə bilərlər. İyanə eləyə Biz onların bilərlər. qarşılığında biz onları belə deyək, əməkdaşlıq elədiyi qurumlardan, tərəfdaşlardan biriyik. İstənilən şəxs həmin belə deyək, sayt üzərindən ağac iyanə eləyə bilər. Biz onların əvəzindən ağac əkmə prosesini həyata keçiririk və onlara sertifikat təqdim edirik. Onun özü gözəl. Sonra bu heyvan atılan qidaların, heyvani yemlər üçün yenidən istifadə olunması və yaxud da başqa bir var idi ki, tullanan məhsulların orada bir texnologiya vasitəsilə hansı çeşid olduğunu da, içində hansı maddələr olduğunu da o göstərir. Yəni son texnologiya olaraq da onları görmüşəm. Deyək ki, bizim o saytlar var, oradakı düzdür onlara tam pullar yatırılmayıb, onlar açıqdır. Amma gördüyüm qədər pullar yatırılan sahə, dünyanın da diqqətini çəkən sahələr elə bunlar idi, bu startaplar idi. Bu sahələrdə ümumiyyətlə investisiya və texnologiyanın rolu nədən ibarətdir? Biraz bəlkə də sualım təkrar olacaq. Bizdə kömür idi və yaxud da neft məhsulları idi. Ondan sonra qaz məhsulları. Bunlar həmişə deyirdi ki, anbarlamaq olur, amma elektriki anbarlamaq olmur. Bu bizə böyük bir problem. Bizə dediyim, yəni dünya üçün böyük bir qlobal bir problem idi. Amma indi baxanda isə görürük ki, bu problem artıq aradan çıxıb, çünki elektrik də artıq anbarlanır. İkinci məsələ nədən gedir? Yəni bunları görmək lazımdır. Əgər bu günləri dünyanın elektrikini vermək, mən yəni təqribi deyirəm də, Azərbaycan boyda bir ərazi lazımdırsa, elektrik panellərini döşəyək və bütün dünyanın işığını verək. Bir 10 ildən sonra olacaq Bakı boyda bir ərazi. Bir ondan sonra 10 il boyda, bəlkə də bu otaq boyda ərazidən və yaxud da bir hansısa materialdan bütün o elektriyi falan vermək mümkündür. Bunun özü belə necə ki bir WhatsApp bütün biznesləri tamamilə dəyişdi. O əsas məsələ nədir? Sürət. Orada əsas yenə məsələ nədir? Enerji. Yəni bu olduqca yenə deyim ki, yenə gəlir çıxır adaptasiya məsələsi. Adaptasiya məsələsi. Ümumiyyətlə bu WhatsApp-la bağlı adaptasiya bizim dövrümüzdə, həyatımızda o qədər sürətlə keçdi ki, mən keçən dəfə təsadüfən ağlıma gəldi ki, görürsən WhatsApp olmamışdan qabaq biz kommunikasiya qururuq. Ha, o telefon kimi bir şeydir. O fikirləşəndə ki, o telefon olmayanda bunu necə bir-birini tapırdılar. O şəkil göndərir, onu göndərir, bunu göndərir. Biznesini demək olar ki, sürətli bir şəkil. Nəinki biznesi, həyatımızı. Hər şeyə, bəli. Hər şey o qədər əl çatan olub ki, biraz adətən belə deyək də, bu adam bəzən baxanda qorxudur, amma digər tərəfdən də yəni çox qorxu da bir motivasiyadır. Yəni ona görə bəlkə də o qorxu ilə biz öyrənməyi öyrənirik. O da ola bilər. Bəs yaxşı Vasif müəllim. Yaşıl sahibkarlıq üçün bir ekosistem, yəni belə deyək də, startaplar, innovativ ideyalara dəstək üçün hansı platformalar mövcuddur və ya yaradılmalıdır? Yəni belə deyək də, bu ekosistem mövcuddur bu ümumiyyətlə sualı belə soruşum. Barama var idi bir ara. Yəqin hələ də mən bildiyim qədər var. Barama nəyi nəzərdə tutur? Elə bir şey var idi. İnkubasiya mərkəzi var idi. Aha, bəli.
Sonra Enterprise Azərbaycan var. Aha. Mən o saytı daha çox bəyənirəm. Çünki orada hamısı istəyir yaşıl olsun, istər texnologiya olsun, istər dənə-dənə ayırıblar bir-birindən və müəyyən büdcələr də orada göstərir. Hər kəs də öz investisiyasını, öz layihəsini ora qoyub. Yəni kimsə əlində pulu varsa, onunla maraqlanıb investisiyasını eləyə bilər. Startup az özü bir şeydir, bir platformadır. Yəni əlində pulu olanla, əlində pulu olmayıb ideyası olan çox rahat bir şəkildə bu şey deyirlər də buna angel investor. Mələk yatırımcı. İndi düzdür orada biraz da fərqlər olur. Bəzən biz deyirik 60% qırğınımız onun üstündə çıxır. 60% mənim 40%, amma yenə də heç pis olması belə heç olmamasından daha yaxşıdır. Biz eyni zamanda startaplarımız da olur bizim bu ekoloji sahədə. Ona görə belə deyək də müxtəlif mütəxəssislərlə görüşmə imkanımız olur. Bu sahədə belə qısa bir təlimlər. Bu angel donorlar anlayışını mənə o qədər maraqlı gəlmişdi ki, indi siz dediniz, bir də xatırladım. Bizdə hələ o anlayış tam gəlməyib. Bizdə müəyyən qədər mənfəs güdür, amma xaricdə bu var. Yəni ki, safi heç bir belə deyək də Böyük şirkətlər elə indi bizim üçün böyük şirkət demək istəmirəm, artıq imperiyalar. Yəni hamısı o angelların sayəsində yaxşı şey olub. İndi bizdə də o ehtiyac var. Biraz bizdə sadəcə o planlamanı düzgün eləmirik, görə bilmirik, nədir. Xüsusilə ekologiya sahəsində ekoloji istiqamətli layihələrə daha çox ehtiyac var. Çünki belə deyək də, ekoloji layihələrin geri dönüşü bir qədər, yəni bu maddiyatdan çox, necə deyim, sosial tərəfdən, mənəvi tərəfdən geri dönüşü daha çox. Bir də deyirsiniz, bu yaxınlara Türkiyədə də deyirsən, nazirliyin adı dəyişdi. Əvvəlcə Çevrə Bakanlığı falan idi. İndi dayanıqlı nəysə əlavə ediblər. Əlavə elədilər ona. İndi o yadıma çıxmır. Ona belə bu artıq bir sosial məsuliyyət deyil. Bu artıq sosial məcburiyyətdir. Sosialı da çıxartmaq lazımdır ki, onun içərisində bu məcburiyyətin içərisində olaq. Düzdür. Bəs yaxşı Vasif müəllim, bu universitetlərdir, inkubatorlardır, donor təşkilatlardır. Bizim bu bir neçə sistem sadaladıq. Bunlarda necə iştirak eləməlidirlər? Orada yenə də dövlətin dəstəyinə ehtiyac var, dövlət babamızın dəstəyinə ehtiyac var. Çünki orada vergi məsələləri önəmli məsələdir. Amma ən önəmli məsələ orada indi dövlət vergi tərəfini hardasa həll edir, amma bu şəffaflığa gedib çıxanda biraz problemlər yaşayır. Çünki pulu olan adam aparır ora qoyur və sonradan bu şey deyir ki, nəzir deyir ki, əşi mən onu verdim, istəyir hara xərcləyir, xərcləsin deyə. Onun üçün maraqlı ki, görün bunu necə oldu? Bununla oradakı gənclər mi istifadə elədi, yoxsa orada kimsə öz cibinə mi qoydu və yaxud da gəncin adını yazdı, özü mü istifadə elədi? Bununla maraqlı gəlir. Əsas o universitetdəki bunu həll etmək lazımdır ki, mən onu məsəl üçün yenə deyirəm, ən xoşuma gələn söz odur ki, özümüzdən Amerika kəşf etməyə ehtiyac yoxdur. Bu günləri istər Türkiyənin ODTÜ-sünə də baxaq, Hacettepesinə də baxaq, Bilkənd. Onlarda var, məsələn, Məzunlar Dərnəyi var. O məzunlarla onlar bir kərpic də sən qoy layihəsindən başqa bir layihə edirlər. Bir nə bilim Harvardında da var, Oxfordunda da var. Düzdür, büdcələri həddindən artıq çoxdur. Amma eyni zamanda o tələbələrə o mühiti, o bağlılığı yaratmaq lazımdır ki, o bitirəndən sonra desin, mənim orada bir düşüncə dildə söyüb getməsin. Söyüb getməsin. Hətta biraz da pul versin. O vaxt məndə belə bir layihə var idi. Qoy orada bir büdcə olsaydı, mən o büdcə ilə bu fikrimi amma çoxlarının elə o ölür gedənə qədər, o qəbristanlığa qədər. Çünki gənc vaxtı daha Bəli. Amma o dedim ki, yəni hətta bizim dövrümüzdə də yox, amma bizdən sonrakı dövrdə, yeni dövrdə yeni gənclər, yeni generation hansı ki, hal-hazırda təhsil alırlar. Məncə onlar üçün müəyyən qədər bu imkanlar yaradılır. Yəni bizim dövrümüzdə daha biraz Yox, var, onunla var, amma orada universitetlərin də biraz sıxışdığı, qaldığı məsələlər var ki, sonra bunun hesabatlıq məsələsi falan, o dövlətə hesabatlığı, onu təmin edə bilmirlər deyə. İndi ancaq karyera mərkəzləri yaradılır məncə bu. Karyera mərkəzləri var, amma pul işin içinə girəndə vəziyyət biraz dramatikləşir. Çünki hesabatını verə bilmir universitet və yaxud da o pulu oradan özünə çəkə bilmir. Yəni investor kimi, bir özünün inkubasiya mərkəzinin, yəni tələbiyə belə versə, o tələbə onun vergisini verəndə ona biraz pul azalması olur. Bəli.
Son bir sualım var Vasif mənim. Ümumiyyətlə gənc sahibkarları yaşıl ideyalara yönəltmək üçün hansı təşviq mexanizmləri daha effektiv ola bilər? Biz həmişə danışanda startapdan danışırıq. Hətta biraz startap sözü artıq qıcıq da yaradır məndə. Yəni hamı elə startap. Bizim tarixə nəzər salanda mənim sahəm biraz da tarixdən gəlir. Tarixi aspektlərdə iqtisadiyyatın inkişafı belə deyək. Biz İngiltərə tarixinə baxanda tamam Max Weber'in yazdığı kimi protestant əxlaqı kapitalizmin özünü təşkil etməsə ruhunu təşkil edir. Amma əsas məsələlərdən birisi patent məsələsidir. Orada başqa bir faktor, coğrafi məsələ məsəl üçün Böyük Britaniyanın dənizdən ən uzaq məsafəsi 120 kilometr idi. Ona görə orada kapitalizm inkişaf elədi. Almaniyada bu imkan yox idi, meşəlik ərazi idi. Amma ən önəmli məsələlərdən birisi patentdir. Bu coğrafiyanı dedik, mədəni faktoru dedik, dinlə falan, amma altına yatan hüquqi müstəvidir. Yəni nə vaxt ki İngiltərə patent qanunlarını qoydu, artıq nə oldu? İnsanlar bildi ki, oradan pul ödəniş ala biləcək. Və ondan sonra nə etdilər? Bu məsələlər biraz daha artmağa başladı. Biz bu günlərdə baxsaq, dünyanın o patent görək. Siz baxın, indi tamaşaçılar da baxsın. Çin mi daha çox patent alır? Amerika mı daha çox patent alır? Almaniya mı daha, yoxsa Azərbaycan 300-400-dən patent. Yəni bununla heç nə eləmək mümkün deyil. Yəni bunun üzərinə biraz da gəlmək lazımdır. Startap da olsun. Amma bizim yeni texnologiyanın, yəni bizim gənclərimiz bəzən kimsə bəyənməyə bilər. Mən bəyənirəm. Mən universitet müəllimiyəm. Hər il minlərlə tələbə görürəm. Təbii bu tərəfi də var, o tərəfi də var, amma indiki gənclərin zayı çıxmayıb. Yəni elə bir düşüncə olmasın. Çox sağ olun Vasif müəllim. Çox təşəkkür edirəm. Çox maraqlı həqiqətən mövzu və müzakirə oldu. Əminəm ki, izləyicilərimiz üçün də elə oldu. Son olaraq əgər sözünüz varsa, buyurun. Əminəm ki, izləyənlərin əksəriyyəti tələbələriniz olacaq. Son olaraq onu demək istəyirəm. Biz bu günləri bu çərçivələrdə sosial məsuliyyətdən də danışırıq. Bizim üçün su çox da önəmli görünməyə bilir. Sudur da. Çünki çox pul vermirik. Amma bu günləri ölkədə bilirsiniz bu heyvandarlıq sahəsində xəstəlik var. Ona görə qiymətlər biraz daha artıb. Amma birazdan bu su ilə bağlı problemlər yarananda bizdə bəzən analarımızı və ya başqalarını su oradan açıq olanda əlinin altında saxlayır belə. O elə bir israf olmur onda. Yəni elə bir durum yoxdur. Bu su tükənən bir qaynaqdır və gələcəkdə də bizim dolayı yollarla yediyimiz ətin də, yediyimiz balığın da, göy-göyərtinin də hamısının tərkibində su var. Biz sabahlar bir gün göyərtinin 7-si 1 manat alırıqsa, birazdan onun birini 1 manat alanda onda gec olacaq və yaxud da ətin kilosu 50 manat olanda susuzluğa görə onda gec olacaq. Bu günləri o sosial məsuliyyət çərçivəsində bəzi restoranlarımız, bəzi başqa insanlar da əlində bir karobka bağlayıb uşaq evinə gedəndə və yaxud da qocalar evinə getmək önəmlidir. Sən ən birinci restoransansa, o təbiətdən vurduğun o karbondioksidi çıxan onun bir bacasına təmizləyici filtr qoy. Çünki bu yağışın miqdarını azaldır. Biz onu bilmirik ki, bu da elə tullanan qazlar yağış miqdarını azalır və nəticədə susuzluq olur. Susuzluq da nədir? Özü bir bahalaşma. Bu 3 il, 5 il, 10 il, illər çox sürətli keçir. Haqlısınız. Çox təşəkkür edirəm bir daha. Əziz izləyicilərimiz, sizlərə də təşəkkür edirik. Bizi izlədiyiniz üçün növbəti verilişlərimizdə görüşənədək sağ olun.